9-cu sinif OTK sınavının izahına baxaq. Y bərabərdir mənfi x minus 2'nin kvadrat plus 3. Burada y a vurulsun x minus m kvadrat plus n funksiyasına oxşuyur. Təpə nöqtə m-dən göstərilir. Kvadratik funksiyadır. M bərabərdir 2, m bərabərdir 3 alırıq. Təpə nöqtə 2, 3'ə bərabərdir. Doğru cavab A variantıdır. Gəlin 32-ci sualın izahına baxaq. 32'də n bucaqlının daxili bucaqlarının cəmi 180 dərəcə vuraq n-2'yə bərabərdir. Xarici bucaqların cəmi isə 360 dərəcəyə bərabərdir. İxtisar aparsaq n-2 böl 2 alarıq. Doğru cavab C variantıdır. Gəlin 33-cü sualın izahına baxaq. Birincini toplanan biri x, ikincini y ile götürsək, cəm x plus y-ə bərabər olacaqdır. Birinci toplananı x plus 7, yəni 7 vahid artıraq. İkincini mənfi 3 vahid artırsaq x plus 4 olacaq, y plus 4 olacaq. Yəni 4 vahid artar. Doğru cavab Y variantıdır. Gəlin 34-cü sualın izahına baxaq. 34-cü sualın izahı. 34-cü sualda belə bir üçbucaq verilmişdir. Gəlin baxaq, ABC üçbucağın sahəsi 120-dir. Median yarıya bölür, qarşı tərəfi yarıya bölür. Sahələr bir-birinə bərabər olur. Yəni SABM bərabərdir SMBS. 120-ni 2-yə bölsək 60 alırıq. 60 alarıq. Medianlar 2'nin 1'ə nisbətində bölünür. Yəni birinci üçbucağımı S, ikinci üçbucağımı 2S ilə götürsək, 3S bərabərdir 60 alırıq. S bərabərdir 20 alarıq. Yəni kiçik üçbucağın sahəsi 20'yə bərabərdir. SANS 60 olarsa 60'dan 20'ni çıxsaq SANMK dördbucaqlısının sahəsi 60 minus 20 40'a bərabər olacaq. Doğru cavab Y variantıdır. Gəlin 35-ci sualın izahına baxaq. 72 ədədinin 8'də 3 hissəsini tap. Ədədin hissəsini tapsaq 9'u 3'ə vursaq 27 alarıq. Doğru cavab A variantıdır. 36-cı sualın izahına baxaq. 36-cı sualda görürük ki, çevrədir. Çevrədə qövslər vardır. Qövslərin dərəcə ölçülərinin cəmi, yəni 2K plus 3K plus 4K götürsək, 360'a bərabərdir. 9K bərabər 360, K bərabərdir 40 alırıq. Bizə BNS qövsü lazımdır. BNC qövsü bizdə 3K-ya bərabərdir. 3 vur 40, 120 eləyəcəkdir. Daxilə çəkilmiş bucaq uyğun qövsün yarısına bərabərdir. Və 120'nin yarısı 60 dərəcəni verəcək. Doğru cavab Y variantına bərabərdir. Gəlin 37-ci sualın izahına baxaq. 37-ci sualda modul x kiçikdir 4'dən. 2 qat bərabərsizlik kimi mənfi 4'dən 4'ə qədər götürərik. Bu bərabərsizliyə daxil olan tam ədədlər mənfi 3, mənfi 2, mənfi 1, 0, 1, 2, 3 olacaqdır. Və düzgün tam həllərinin sayı 7'dən olacaqdır. Doğru cavab B variantı. Gəlin 38-ci sualın izahına baxaq. 2x kvadrat plus 6x bərabərdir 0. 2x möhtəsə xaricinə çıxır. Bərabərdir 0. X bərabər 0. X bərabər mənfi 3 alarıq. Tam həllərin cəmi mənfi 3'ə bərabərdir. Doğru cavab A variantına bərabər olacaq. Davam eləyək. Gəlin 39-cu sualın izahına baxaq. 39-cu sualı tənasübdən istifadə edərik. 6 kiloqram konfet 48 manatdır. 9 kiloqram konfet x manat götürsək, 6 vur x bərabərdir 9 vur 48. Buradan alarıq ki, 72'yə bərabər olacaq. Doğru cavab B variantı. Gəlin 40-cı sualın izahına baxaq. 40'da A bərabərdir 3'ün kubu vur 4 üstü 4 vur 5 üstü 5. B bərabərdir 20'ni 4 üstü mənfi 4 vur 5 üstü mənfi 4 yazsaq. A vur B bərabərdir 3'ün kubu vur 4 üstü 0 vur 5 üstü 1 alarıq. Yəni üstlər çıxılacaq. 5'dən də 4 çıxanda 1 eləyir. 27 vur 5 bərabərdir 135 alarıq.
Doğru cavab B variantını almış oluruq. Gəlin 41-ci sualın izahına baxaq. 41-ci sualda biz bilirik ki, ştrixlənmiş hissə A-nın B-dən fərqinə bərabərdir və oxşarlarımızı silsək, alarıq ki, 1, 4, 6-nı almış oluruq və bu ədədlərin də cəmi 11-ə bərabər olacaq. Doğru cavab A variantı. Gəlin 42-ci sualın izahına baxaq. Və biz bu kəsirləri düzgün olmayan kəsir kimi göstərsək, 16/10 üstəgəl 25/10 üstəgəl 36/10 alsaq və məxrəci sadələşdirsək, kök altda 10 mötəzə xaricinə çıxar. 2 + 1 ortaq məxrəc kök altda 10, 4 + 5 + 6 alarıq. Kök altda 10-da 15 bölək kök altda 10 vur 3 alarıq 30-da 15 ixtisar aparsaq 2-də 1 yəni 0,5-ə bərabərdir. 0,5 doğru cavab D variantını almış oluruq. Gəlin 43-cü sualın izahına baxaq. mx kvadrat plus 2x plus 15 minus 3m. Burada ax kvadrat plus bx plus c kvadrat üçərlinin içində c sərbəst əddir. Bizə də c 15 minus 3 ilə bərabərdir. Sərbəst əd 3-ə bərabərdirsə 3m bərabərdir 12. 3m bərabərdir. 3m bərabərdir 12 alarıq. Buradan da m bərabərdir 4-dən. Demək, doğru cavab Y variantı. Gəlin, baxaq. 44-cü sual. 44-cü sualda iki tərəf verilib üçbucağın. Üçüncü tərəf biz üçbucaq bərabəsinə əsasən tərəflərin fərqinin modulundan böyük, cəmindən kiçikdir. 17 ilə 11 arasında biz x-ların sayını tapsaq, biz 15 ədəd alırıq. Perimetr tərəf ilə düz mütənasib olduğuna görə say 15 dənə bərabər olacaq. Doğru cavab C variantı. Gəlin 45-ci suala baxaq. X kvadrat minus 5x plus 6 bölək x minus 3. Vuruqları ayırsaq x minus 3, x minus 2 şəklində yazarıq. O cümlədən digərində vuruqları ayırsaq x plus 4 plus 2 x minus 4 şəklində yazsaq, ixtisar aparsaq, nəticədə alırıq x minus 2 üstəgəl x minus 4, 2x minus 6. Doğru cavab B variantı. Gəlin 46-cı sualın izahına baxaq. Ardıcıl verilib, artan sırayla verilibdir. Bizim bu ardıcıllığımız ən böyük fərq. Tapanda D-dən çıxırıq A-nı, medianı isə ortadakı iki ədədin cəminin yarısına bərabərdir. Bunlar bir-birinə bərabər olarsa D minus A bərabərdir B plus C bölü 2. Buradan alırıq 2D minus 2A bərabərdir B plus C və yerlərini dəyişdirsək 2D minus C bərabər B plus 2A. Onda alırıq 2D minus C bölək 2A plus B bərabərdir 1-ə. Davam eləyək 46 suala da baxdıq. Cavab 1 elədir. Keçirik 47-ci suala. 47-ci sualda uşaqlar belə bir dairə verilibdir, çevrə verilibdir. AB və AC toxunandır. Biz bilirik ki, radius toxunana perpendikulardır. BAC bucağı da 90-dırsa, onda dördbucaqlı bucaqların cəm düsturuna görə o bucağı da 90 olacaq. Radius götürsək, tərəf 8 isə qarşı tərəfdə 8-ə bərabər olur. Digər tərəflərdə 8-ə bərabər olacaq. Perimetri tapmaq istəsək, 4 vur 8, 32-yə bərabər olacaq. Doğru cavab 32. Gəlin 48-ci sualın izahına baxaq. 48-ci sualda 50 manatlıq məhsulun qiyməti artılaraq 60 manat olub. İki ədədin faiz düsturuna əsasən 60/50 vur 100%. İxtisar aparsaq 120, 120-dən 100% çıxsaq 20% artmış olacaq. Doğru cavab 20%-ə bərabər olacaq.
Gəlin 49-cu sualın izahına baxaq. 49. Biz bilirik ki, əkob AB bölünsün əbob AB bərabərdir C. Belə bir düsturumuz var. Bu düsturu bura tətbiq eləsək, buradan 3 çıxartsaq, ortaq vuruq kimi çıxartsaq, əkobdan kənara, o cümlədən də əbobdan kənara çıxarsaq, çünki əkob və əbobda ortaq vuruq götürülür. Əkob AB böl əbob AB-nin yerinə C yazsaq, 3C böl 2 vur 3də 1C, ixtisar aparsaq 2də 1-ə bərabər olacaq. Yəni 0,5. Doğru cavab 0,5. Gəlin belə bir sistem tənliyi həll eləyək. 2x bərabərdir 4, x plus y bərabər 9. Buradan alırıq x 2-yə bərabərdir, y də 7-yə. X, y hasili 2 vur 7, 14-ə bərabər olacaq. Gəlin növbəti suala keçək. Növbəti sualımız bizim 51-ci sualdır. 51-ci sualda belə bir iki paralel düz xəttlər verilmişdir. Daha doğrusu 3 paralel düz xəttlər A, B, C. Burada daxili bir tərəfli bucaqlar alınır. KAB 100 dərəcədir. Uyğun olaraq B bucağı 180-dən 100-ü çıxsaq 80-ə bərabər olacaqdır. SDP 120 dərəcədir. Uyğun olaraq C bucağı 180-dən 120-ni çıxsaq 60-a bərabər olacaq. Y bucağını, yəni CYB bucağını tapmaq istəsək, üç bucaqların cəmi düsturuna əsasən 40 dərəcəyə bərabər olacaq. Doğru cavab 40. Gəlin 52-ci sualın izahına baxaq. 52-ci sualda belə bir paralleloqram verilmişdir. Bu bizdə D-yi tən böləndir. Tən bölən bucağı yarıya bölür. Daxili çarpaz bucaqlar kimi bu bucaqda Y olacaq. Alırıq ki, bu 3 bucaq YCD 3 bucağı bərabər yanlıdır. AB tərəfi 5-dirsə, qarşı tərəfdə 5 olur. Demək YCD 5 olacaqdır. BY şərtə görə 3-dür. Demək AD tərəfdə 8-ə bərabər olur. Perimetri tapmaq istəsək 26-ya bərabər olacaq. Doğru cavab 26-nı verəcəkdir. Gəlin 53-cü suala baxaq. 53-cü sualın izahına baxaq. Bu xətti funksiyadır. Gördüyümüz kimi xətti funksiya y bərabərdir kx plus b şəklində göstərilir. Əgər funksiya azalansa k mənfidir. Koordinat başlanğıcından yuxarıdan keçirsə b müsbətdir. K bizdə 4m çıx 25-ə bərabərdir. B isə m plus 2-yə bərabərdir. Onda alırıq ki, 4m minus 25 kiçikdir 0-dan, m plus 2 böyükdür 0-dan. Bərabərçiləri həll eləsək, m mənfi 2-dən böyük, m kiçik 6-dan 125 olur. Bu aralığa daxil olan natural ədədlərin cəmini götürsək, 21-ə bərabər 3, 6, 10, 15, 21-ə bərabər olacaq. Doğru cavab 21-i verəcəkdir. Gəlin 54-cü suala baxaq. Eyni düz xətt üzərində yerləşən A, C, B nöqtələri verilmişdir bizə. Məntəqələri verilmişdir. Bu A məntəqəsindən gəlin baxaq 54-cü suala. A, C, B məntəqələri verilib. X, Y adlandırsaq, A məntəqəsindən B məntəqəsinə gedib, nəhayət C-yə qayıdıb, yəni Y əlavə edib, cəmsi 40 kilometr gedib. B məntəqəsindən başlayırsa Y plus X və nəhayətdə yenə də C məntəqəsinə qayıdıb plus X 50 kilometr getmiş olur. Sadələşdirsək X plus 2Y 40-a, 2x plus y 50-yə bərabər olacaq. Aşağını mənfi 2-yə vursaq, bu şəkildə sistem tənlik almış oluruq. Mənfi 3x bərabər mənfi 60, x bərabərdir 20 almış oluruq. A və C məntəqələri arasındakı məsafə 20-yə bərabər olacaq. Sonuncu 55-ci sualın izahına baxaq. Belə bir düzbucaqlı bucaq verilmişdir. 2 düzbucaqlı bucaqdır. Deyərdim ki, bu üç bucaqlar oxşar üç bucaqlardır. Çünki bir bucaqları B və M bucaqları bərabərdir. AM bizdə 5 verilib, CM-də 5 verilib,
Alarıq ki, AC 10-a bərabərdir. Əgər NM tərəfini x götürsək, AC böl MC 10 böl 5 bərabərdir 2 alırıq. K bərabərdir 2 olarsa, onda AB tərəfi də 2x-ə bərabər olacaqdır. 2x və x-in cəmi 9-dursa, 3x bərabərdir 9, x bərabərdir 3 alırıq. Yəni MN bərabərdir 3 alırıq. Pifaqor teoreminə görə NC bərabərdir 5-in kvadratı çıx 3-ün kvadratı bərabərdir 4 almış oluruq. Demək, NC bərabərdir 4-ə bərabər olar. Doğru cavab 4. Bu qədər 9-cu sinif OTK sınağının izahını bitmiş hesab edək.